Sual sözləri və ya sual əvəzlikləri. Deməli, sual sözlərinə keçməzdən əvvəl xüsusi sual cümlələrinin bir düsturunu xatırlayaq təkrarən. Sual cümlələrindəki düsturumuz necə olurdu? Mübtədanın sualı, yəni who və what, daha çox who və what-dan istifadə edirik. Mübtədanın sualı, üstə gələk. Xəbər, mübtədanın sualı, mübtədamızın sualı what və who'dur, plus birbaşa yanında xəbər gələcək. Xəbər. Və digər cümlə üzvləri bu mübtədanın sualı, digər cümlə üzvlərinin sualını verərkən sual sözləri, üstə gələk köməkçi feil. Köməkçi feillərimizi artıq xatırlayırıq. İndiki sadə zamanda do, does, keçmişdə did, gələcəkdə will, shall, davam edicidə am, is, are və ya bitmiş zamanlarda, yəni baxın xüsusilə qeyd eləmişik, əgər yanında participle to formalı feil varsa, o zaman have, has, had'in özündən istifadə edirik. İkinci bir feilimiz, yəni participle to formalı feilimiz yoxdursa have, has, had'in yanında, o zaman köməkçi feillərdən istifadə edəcəyik və modal feillər əlbəttə have to, xaric bilirik ki, have to öz-özünə sual verə bilməyən bir modal feildir. Deməli, sual sözündən sonra bu köməkçi feillərdən hər hansı biri, sonra mübtədamız, xəbərimiz və digər cümlə üzvlərimiz gəlməlidir. Bu da mübtəda olmayan digər cümlə üzvlərinin sual forması. Əlbəttə bir-bir sual sözlərinə və ya sual əvəzliklərinə baxaq. Xatırladığım, yadıma düşən qədərini burada qeyd eləmişəm. Who, kim, what, nə, whom, kimi, kimə, whose, kimin, which, hansı, why, niyə, where, hara, harada, when, nə zaman, how, necə, how long, hansı müddətə, how long ago, neçə müddət əvvəl, how often, neçə dəfə, what time, zamanı soruşmaq üçün nə zaman, what kind of, what type of, hansı tip, hansı növ, how many özündən sonra cəm isim istəyir, neçə, how much özündən sonra sayıla bilməyən isim istəyir, nə qədər. Bunlar bizim ümumi sual sözlərimiz. Və bunlar haqqında xüsusi qeydlərimizi eləyəcəyik. Bilirik ki, mübtədanın sualı who və what'dur, kim və nə. Əlbəttə ki, tək deyil, bunlardan başqa which isimlə bərabər, whose isimlə bərabər, bunlarda what kind of, what type of isimlə bərabər, how many, how much da isimlə bərabər. Yəni, mübtədanın bir hissəsinə sual verərkən bunlar da mübtəda sualı rolunda çıxış eləyə bilər, amma biz daha çox who və what'u görəcəyik burada. Who və what plus yanında xəbər. Gördünüz ki, 3 nöqtə qoyulub və birbaşa xəbər gəlib. O zaman düşünəcəksiniz ki, buraya who qoya bilərəm, ya what qoya bilərəm. Artıq cümlənin davamından başa düşməyə çalışacaqsınız ki, canlı istəyirsə who, cansız istəyirsə what qoyun. Who və what həmçinin tamamlığın da sualı ola bilər. Bu zaman who və what köməkçi feil gələcək özündən sonra mübtəda və xəbər görəcəksiniz. Bu zaman bilin ki, who və what tamamlığın sualıdır. Yəni, bəzən who və what-u mübtəda sual kimi biləndən sonra tamamlıq sual kimi götürməkdə uşaqlar çətinlik çəkirlər, amma olur. Və bu zaman cümlə sonunda söz önləri görəcəksiniz. Deməli, gördünüz ki, 3 nöqtələrimiz var. Cümlə sonunda söz önləri var. O zaman ağlınıza ilk gələcək who və what olacaq. Çünki söz önləri ilə istifadə olunan bir də və-dir ki, from-la istifadə oluna bilər. Başqa heç bir sual əvəzliyi söz önü ilə, cümlə sonunda söz önü ilə istifadə olunmur. Who, what bütün söz önləri ilə olar və ya da bir dənə from-la istifadə oluna bilər. Which və what plus isim. Görəcəksiniz ki, 3 nöqtə və sonrasında isim var. İsim varsa, o zaman orada istifadə eləyəcəyiniz sual əvəzliyimiz which və what olacaq. Bir də əlbəttə ki, hansı mənasında istifadə eləyərkən which və what-dan istifadə eləyəcək, hansı deyə mənanı verəcək. Of sözünü birbaşa özündən sonra of sözünün gələcək sual əvəzliklərini yadda saxlayın. Which, what type of, what kind of, how many of, how much of. Gördünüz ki, 3 nöqtə və of sözünü var. Demək ki, bunlardan hər hansı birini götürəcəksiniz ki, of-la istifadə oluna bilsin. Özündən sonra isim gəlib. 3 nöqtədən sonra gördünüz ki, isim var. İsim varsa o zaman istifadə edəcəyimiz sual əvəzlikləri bunlardır. Which, what kind of, what type of, how many əgər cəm isimdirsə, how much sayılmayan isimdirsə və whose. Bunlardan sonra isim istifadə eləyə bilərik. When, what time, how long ago. Bunlar heç vaxt bitmiş zamanlarla istifadə olunmaz. Bitmiş zaman deyəndə nə nəzərdə tuturuq? Have, has, had, plus participle to formalı feil.
Görəcəksiniz ki, normal, doğru bir cümlə şəkli gedib. Məsəl üçün, when, what time, how long ago. Köməkçi fe'l mübtədası xəbəri olan, o zaman nəyinə baxırıq? Əgər köməkçi fe'limiz həfəz həddirsə, mübtədadan sonra da participle to formalı fe'l varsa, o zaman bunları burada when, what time, how long ago istifadə edə bilmərik. Bunu yadda saxlayırıq. Suallarımız bu zaman bildirən sözlərin cavablarını verməkdən ötürü. Məsəl üçün, əgər cavabda for 3 hours gördünüzsə, about 10 days gördünüzsə, sualınız how longdur? Neçə müddət? Əgər cavabda bir saat verilibsə, at 3 o'clock, at 9:30 və s. bu qaydada verilibsə, o zaman sualımız what time, saat neçədədir? Əgər cavabda bir müddət göstəribsə, bəzən, adətən, heç vaxt, never, tez-tez, often bu cavablar verilibsə, o zaman sualımız neçə dəfə, how oftendur? Əgər bizim cavabımızda dəqiq bir vaxt verilibsə, on Sunday, bazar günü, in 1993-cü ildə bu tipli bir dəqiq vaxt verilibsə, o zaman sualımız when'dir. Əgər bizim cavabımızda bu tip 5 days ago, 5 gün əvvəl, 3 years ago, 3 il əvvəl kimi ifadələr verilibsə, o zaman sualımız how long ago'dur.